Selamünaleyküm, hardayam, Atyalındayam. Bir dənə təzə sitin şəxsi tikili 120 kvadratda 3 sotun içərisində özünə tikdiyi bir dənə qəşəng navesti, həyətli, bacalı bir dənə şəxsi tikili ev çıxıb. Yəni ev çox gözəldir həqiqətən də. Bir dənə evdə ofiş tanış olar. Qiymət də çox yaxşı qiymətədir. Bax otaqların ölçülərinə bax. Çox böyükdür də yəni. Kvadratı görürsünüz də, çox yaxşı və pəncərələrin qabağı boşluq, qaz, işıq, su, hətta mərkəzi kanalizasiyaya qədər çəkdirib. Yəni hamısı var burada. Buradan da gəldik hamam salonu, o da tam təmirdir. Bir dənə də burada zal boyda yataq otağı. Harasa bu 4 otağın kvadratıdır. Amma 3 otaq proyektində tikildi. Təmiz, səliqəlidir. Qiymət haqqında da məlumat verəcəm sizə. Bir dənə ofiş tanış olaq evdən. Buradan da gəldik. Yəni burada səliqəli, tək salonda 2 pəncərə var. Görürsünüz necə təmir. Həqiqətən çox gözəl təmir var, normaldır. Yerdə yaxşıdır. Marşrutda buradan 100-150 metr məsafədədir. Maksimum 550 promoy. Burada da bir dənə navesti, həqiqətən səliqəli bir həyəti. Bu həyəti kürsünü görürsünüz, harca 7 da kürsüdədir. Orada yay mətbəxli kimi düzəldib. Buradan da gəldi. Burada da ayrıca manqalnisidir, padvala xodudur, kombisi, pitminitkası, motor gidraforu, yəni hamısı var da hazır al köç yaşa. Plus da bir dənə də obyekti var üstündə. İstəsən bunu kirayə evi kimi də eləyə bilərsən. Və onlar obyekt fikirləşib düzəldiblər, amma istəsən deyir kirayə evi kimi də eləyib bir otaqdır. Onu da ayrıca kirayə verə bilərsən rahatlıqdan. Qiymət haqqında məlumat verim, sonra bir dənə göstərək. Bir dənə burada böyük otaqdır. Yəni istəsən əl damı kimi, istəsən amma üzü yoladır da, yolun qırağına baxır. Qiymət haqqında məlumat verim sizə. Qiyməti 58.700 manatadır. Real puldan gəl, cüz endirim var evin üzərində. Yəni bugünkü gündə qazı, işığı, suyu, hamısı bütün sayğaclarda qaydasındadır. Sağ olun, var olun.